Toydan qayıdan qonşular avtobusda dalaşıblar, özü söhbət nəyin üstə düşüb, deyib gülməyin üstündə. Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa rayon Köçəskər kənd sakini 1978-ci il təvəllüdlü Natiq Bayramovun bu soyadları şərtidir, dəyərli izləyicilər. Məhkəməsi keçirilib və məhkəmə onu Cinayət Məcəlləsinin 126.1 sağlamlığa qəsdən ağır zərər vurma maddəsi ilə təqsirli bilib araşdırmalar zamanı müəyyən edilib ki, hadisə baş verən gün bu şəxsin qonşusu Kərimin övladının Ağstafada toy olub. Bununla əlaqədar qonşular avtobus tutaraq Köçəskərdən rayon mərkəzinə yollanıblar. Onlar geri qayıtdıqda avtobusda arxa oturacaqda əyləşən Nazim Məmmədov öndə əyləşən qonşularına uca səslə deyib güldükləri üçün irad bildirib. Həmin iradı özünə götürən Bayramov Nazimlə mübahisə eləyib. Bu zaman Nazim arxadan Bayramovun boğaz nahiyəsindən tutaraq barmağını onun ağzına salıb və ağzını yanaq hissəyə doğru cırmağa başlayıb. Və Bayramov qonşusunun əlindən çıxmağı bacarıb avtobusdan düşüb o Nazimin yaşadığı evin qarşısına piyada gedib və qonşu ilə mübahisəni davam etdirib. Ardınca bıçaqla Nazimin qarın nahiyəsinə bir dəfə zərbə vurub. Qarının ön divarının boşluğuna keçən iti alət yarası və köndələn çəmbər bağırsağının zədələnməsi ilə müşahidə olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli sayılan ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunub. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Natiq Bayramova 3 il həbs cəzası verilib. Ona görə də toydan evə qayıdanda heç kimdən zarafat eləməyin.